bunların hamısını təcmi eləyək, bir dənə daha güclü bir media şəklində bunu davam eləyək media fəaliyyətlərimizi. Və Araz News indi həm veb-sayt olaraq, həm sosial media, Telegramda, Instagramda, X-də, YouTube-da davam eləyir. 2016-dan 2021-22-yə qədər Araz News TV-ni fəal elədik və çox geniş bir, necə deyirlər, maraqlı proqramlarımız oldu 5 dildə, farsça, türkcə, ərəbcə, ingiliscə, rusca. 2022-23-dən sonra müəyyən səbəblərdən dolayı mən də Cədd elə o TV-də mən də bəli, siz də uzun zaman bərabər fəaliyyət elədik, siz də bulundunuz, sizin də qatqınız var idi. Yəni bir ara biz gündə 2 proqram buraxırdıq. Farsça xəbər, türkcə xəbər, ingiliscə həftəlik ingiliscə bültən, rusca bültən, ərəbcə bültən, hətta mizah proqramları yayırdıq, dəyərli masalar, çoxlu müstənədlər işlədik, yaydıq Araz News-da. İndi hər halda özəlliklə də Türkiyədə Araz News-un bu cür fəaliyyət eləməsi İran İslam rejimini çox belə deyək də narahat elədi, qocundurdu və 7 dərənin suyunu qatdılar bir-birinə. Türkiyədə bizim önümüzü o mənada, yəni belə deyək də əngəl törədə bildilər. Amma təbii ki, bu necə deyirlər, bu dava bitən bir dava deyil, bu davanın sonu olan bir dava deyil. Bugün də bizə bir əngəl törətmiş olsalar da mütləq sabah bu əngəlləri biz aşacağıq və Allaha çox şükür Araz News heç dayanmayıbdı da, fəaliyyətlərini də davam edir. Sizin kimi dəyərli dostların da köməklikləri ilə. Dirəniş Səsi dərgisi bizim orqanlarımızdandır. İndi hardasa deyə bilirəm ki, təşkilat qurulduğundan bəri Dirəniş Səsi dərgisi çıxır. İndi bilmirəm neçəmci sahəyə gəlib, 20 xurdeyi olması lazım. Dirəniş Gəncliyi dərgisi var ki, bizim gənclik qolumuzun dərgisidir. Nəşri komitəmizin çoxlu nəşriyyatı var, kitab, məqalə, cüzvə, dəftəri torik. Və bunlar yenə davam edir. Elə misal üçün keçənlərdə Dünya Qadınlar Günü münasibəti ilə Gənclik Dirəniş Komitə Danışçuyu Dirəniş Gəncliyinin 11-ci sayısı ilə görə iştibah eləməsəm çıxartdı və 19-cu il dönümü ilə bağlı da Dirəniş Səsinin özəl sayısı çıxacaq, müntəşir olacaq. Bizim ən önəmli fəaliyyətlərimizdən bir dənəsi Komitə Mərdumi Defaz Qərbi Azərbaycan idi. Batı Azərbaycan Milli Müdafiə Komitəsi idi. O da demək olar 2006-da yəni elə Dirəniş Təşkilatının quruluşundan qısa müddət sonra quruldu və onu, yəni çünki elə bu terror məsələsi ilə məşğul olmaq, terror məsələsini necə deyirlər, Qərbi Azərbaycandakı terror təhlükəsini biz elə o illərdən hiss eləyirdik, görürdük və üzərində çalışırdıq. Bu Batı Azərbaycan Milli Müdafiə Komitəsi həqiqətən o illərdə çox dəyərli işlər ortaya qoydu. Çox sayda CD-lər şəhərdə dağıtdıq, çox sayda bəyanatlar dağıtdıq, çox sayda məktublar ilətdik o yan bu yana. Təbii ki, onda mən xaricdə idim. Onun web sitəsini daha çox mən yardımcı olurdum, update eləyirdik, qururduq, filan eləyirdik. Amma daxildəki dostlar fəaliyyətlərini davam eləyirdilər. Və o illərdə çox təsir buraxdı həqiqətən. Bu terror məsələsində Kürt terror təşkilatlarının haqqında çox böyük bir yəni bir dalğa yaratdı, özəlliklə Qərbi Azərbaycanda və Urmiyədə. Və onun orqanı Torpaq dərgisi ki, o illərdə mürəttəb şəkildə çıxırdı və bu əvaxirəcən dilində də son zamanlarda qədər də çıxırdı. Bunların hamısının əli və bizim təşkilatımızın direniş.com və direniş.org nəşriyyat bölümündə bizim arşivimizdə bunların hamısı mövcuddur. Yəni bu bütün bu dediyim bu dərgilər, nəşriyyələr, kitablar, cüzbələr, teorik dəftərlər, məsələn bir neçə sayı peş-peşə teorik dəftərlər çıxartmışıq. Bunların hamısı bizim o arşivimizdə mövcuddur. Yəni istəyən direniş.com və ya direniş.org-dan o nəşriyyat bölümünə girib bunları görə bilər. Direniş təşkilatı ilk başdan məramnaməsində
Yəni bizim dünya görüşümüz bundan ibarətdir ki, məşrutə inqilabından bəri Azərbaycan türkləri, Güney Azərbaycan türkləri öz müqəddəratlarına hakim olmaq üçün mübarizə aparırlar və eyni zamanda təbii ki, tərəqqiçilik, necə deyirlər, qanunçuluq, azadlıq, bunlar üçün mübarizə aparırlar və bizim etiqadımız bunadır ki, öz müqəddəratına hakim olmaq məsələsi bizdə heç də yeni bir məsələ deyil və məşrutədən bəri gələn bir məsələdir. Hətta daha öncəsində, hələ istəmirəm daha fərqli tarixi məbəhslərə girəm. Ona görə bizim təşkilatımızın inanclar təməlində 4 məsələ çox özünü bəlli edir. Bir, Azərbaycanın bölünmüş bir vətən olması. Yəni biz bir tarixi haqsızlıq nəticəsində bölünmüşük. Necə ki, bugün dünyada Kuzey Kore var, Güney Kore var, Kuzey İrlandi var, Güney İrlandi var. Nə bilim, var da belə bir zaman Kuzey və Güney Yəmən ölkələri var idi. Yəni Azərbaycan əslində indiki siyasi şəraitindən asılı olmayaraq tarixən bir vahid vətən olub və bölünmüş bir vətəndir. Ola bilsin ki, bugün fərqli siyasi müqəddəratlarda yaşayırlar. Amma tarixən bu bölünmüş bir vətəndir və biz bunu bu şəkildə görürük. Azərbaycan vətəni və türk milliyyəti bizim üçün əsasdır və öz müqəddəratımıza hakim olmaq tələbi və məsələsi. Ki bunlar bizim 2018-də yayınladığımız stratejik yol xəritəsində, sənəd-i rahbordidə təfərrüatlı şəkildə öz əksini tapıbdır. 2018 ilində biz yayınladığımız sənəd-i rahbordi Bərayə Fərdaya Azərbaycan Cənubi adında, yəni Güney Azərbaycan sabahı üçün, gələcəyi üçün stratejik yol xəritəsi və ya sənəddə bu məsələləri, yəni məramnaməmizi daha da geniş və ətraflı və orada açıqlamışıq. Və o sənəddə bizim tarixi baxış açımız, iqtisadi baxış açımız, kültürel baxış açımız, milli torpaqlarımız haradır, ondan sonra ekonomiyə baxışımız nədir, dil məsələsinə baxışımız nədir, onlar hamısı işlənir. Amma bu sənəd rahbordinin güncəlini də, ikinci versiyonunu da geçən il biz 2024-də müntəşir elədik. Demək olar ki, 6 il sonra bir daha ki, bu daha da bir geniş işlənmiş, daha da geniş ətraflı, yəni bir belə deyim, bir ekibin, bir heyətin, komisyonun aylarca üzərində çalışdığı həqiqətən bir sənəddir ki, biz bunu 3 dildə, farsça, Azərbaycan türkçəsində və ingilis dilində müntəşir. Mən əlbəttə farsçasını görməmişəm, onun iki zadın, iki dilini. Mən elə buradan olmalıdır bu. Hə, türkçə farsça, hə, türkçə farsça. Mən kitabın yox, mən PDF-in mənə İsmail bəy göndərmişdi, sağ olsun. Hə. Bu burada bağışlayın. Çox bağışlayın. Mən kitab formatında hə, əlbəttə çox gözəl, çox belə necə deyim, həqiqətən mükəmməl. Mənə bilirsən, çox maraqlı nə mənədir. Mənə maraqlı budur ki, bizim təşkilatlarımızda heç biri kitab nəşri ilə məşğul olmayıbdır. Yəni bir təşkilat siz tapın ki, bir dənə kitab çıxarsın. Siz neçə cild kitablar çıxardıbsınız? Mən bildiyim. Bax, bu nə cür sizə bu zərurət yaranıbdır ki, fikrinizdə, bax, belə fəaliyyətdə eləyəsiniz. Bizim web sitemizin nəşriyyat bölümünə girsəz, bizim orada onlarca dərgi və onlarca kitab yayınlanıbdır ki, o cümlədən çox maraqlı kitablardan biri 2 cildlik İsteymar kitabıdır. İsteymar yek və İsteymarıdır o ki, bizim nəşr komitəmiz yayınlayıb və dostlarımız onun üzərində işləyiblər. O da çox maraqlıdır. Yəni biz əvvəldən iki məsələyə çox önəm verdik, bizim qurucu heyətimiz. Birincisi teorik çalışmaqdır. Çünki heç bir cəmiyyət yoxdur ki, onun əgər sağlam bir teorik
təməli olmasa, o cümbüş bir yerə çatsın. Yəni hər cümbüşün, hər hərəkətin bir dənə teorik mənada ayağı yerə basmalıdır. İkincisi kadrsazi məsələsidir, kadrolaşma məsələsidir. Bizim bayaq da dedim, gerçəkdən də bizim birinci nəsl təşkilatımızın üzvləri ki, həmən qurucu heyətimiz idilər. Əlan bu dəqiqə ikinci və üçüncü nəsl bizim kadrlarımız yetişiblər və təşkilatın içindədirlər və fəaliyyət edirlər və elə bu dirəniş gəncliyi dediyim dərgini bizim demək olar ki, üçüncü nəsl kadrlarımız işləyirlər və çıxardırlar. Bu kadrolaşma və kadr yetişdirmə məsələsi də həmişə bizim nəzərə diqqətimizdə olub və bir dənə də əsaslarımızdan biri bu olub ki, biz heç bir zaman fərdi məhvər olmamalıyıq, cəmi nəzərlə və cəmi qərarla hərəkət eləməliyik və təşkilat içi demokrasiya çox önəm verməliyik. Əli bəy, bunu mən tarif olsun demirəm, bizim elə indiki əzalarımızdan da soruşa bilərsiniz, tanıdıqlarınızdan. Bizim təşkilatın içində mütləqən və mütləqən mütəkəllimə vəhdə yoxdur. Hər şey əksəriyyət rəyi ilə qərar alınır. İndi mən olum və ya başqa bizim birinci dəbirimiz 2011-də Sayın Davud Turan idi. Ondan sonra sözçümüz Sayın Babək Çələbiyani idi. İndi son 2 ildir təqribən sözçü mənəm. Yəni biz həm seçimlə, seçki ilə bu dəbirlərimizi, sözçülərimizi dəyişdiririk, daxili seçki ilə təbii ki. Və eyni zamanda yəni bu dəbirlərin, sözçülərin yəni haqqı vetosu və ya mütəkəllimə vəhdə kimi bir haqqı yoxdur. Hər şey mərkəzi şurada və eləcə də istişarə qurulunda əksəriyyət rəyi ilə qərarlaşdırılır. Yəni bizim bir indi mərkəzi şuramız var, bir də onun daha böyük bir şeysi var, belə deyək, istişarə qurulu adında. Yəni çox önəmli stratejik məsələləri biz hətta mərkəzi şurada yox, istişarə qurulumuzda danışıb, tartışıb, əksəriyyət nəzəri ilə qərar aldıq. Hətta belə deyim, bu bayraq ki görürsünüz, elə bu bayraq, biz başda bu bayrağı dəstəkləmirdik. Siz bilirsiniz, başqa bir bayraq formu dəstəkləyirdik. Mübahisəsində mən var idim də elə o. Bəli. Uzun illər təşkilatın içində danışıldı, neçə dəfə səsə gedildi. Səhv eləmirəmsə 2 dəfə səs gətirmədi və biz o qara ay ulduzlu ilə davam elədik yola. Amma 3-cü dəfə səsdə yəni bu bayrağı dəstəkləmək, o da milli hərəkətin birlik və bərabərliyini qorumaq adına biləxərə keçmişdə hamının səhvləri olub, doğrular olub, keçmişdə qaldı. Önümüzə, ileriye baxmalıyıq. Necə hərəkətdə birlik, bərabərliyi qoruya bilirik və necə deyirlər, hərəkəti dünyada və ölkə daxilində və xaricində təsbit eləyə bilirik. Ona görə bir fədakarlıqla, fədakarlıq ruhiyyəsi ilə əzaların əksəriyyəti bu bayraqdan himayət eləməyə səs verdilər və biz bayrağı qəbul elədik. Və sonrasında da Bruksel və Berlin yürüyüşlərində də gördük ki, həqiqətən doğru bir qərar almışıq və Bruksel, Berlin yürüyüşlərində elə bu bayrağla çox müəzzəm, necə deyirlər, mənzərələr, təsvirlər bizim tariximizdə səbt oldu. Fəaliyyətlərimiz davam edir. Biz bu təşkilatlar birliyi məsələsinə çox önəm veririk. İndi demək olar ki, 3 ildən artıqdır, bəlkə 4 ildir. Təşkilatların birliyi məsələsi üçün müdavim çalışırıq. Çünki mötəqidik ki, təşkilatlarımız bir araya gəlməlidirlər, siyasi neyrularımız bir araya gəlməlidirlər daxildə və xaricdə. Təbii ki, bizim daxil qolumuz yurt içində fərqli teyflərin irtibatdadırlar. Hərçənd bilirsiniz, bizim dirəniş təşkilatının əsas prensibi gizli təşkilatçılıqdır. Və müəyyən sayda bizim üzvlərimizin kimliyi açıqlanır. Bizim məsələn mərkəzi şuramızın hamısının kimlikləri açıq deyil. Daxildəki üzvlərimizin kimlikləri açıq deyil. Müəyyən sayda üzvlərimizin kimlikləri açıqlanır. Hər zaman belə olub bizdə. Daha doğrusu 2011-dən sonra 2011-ə qədər o belə yox idi. Yəni heç bir üzvümüzün kimliyi açıq deyildi. Amma indi içəridə biləxərə dostlarımızın bütün teyflərinin cəryanlarına irtibatları var.
Bizim de xaricdə hakeza bütün teyflərlə cərəyanla irtibatlarımız var və çalışmışıq ki, həm daxildə və həm xaricdə bu teyflərin və təşkilatların birliyi məsələsini buna müvəffəq olaq və buna çox böyük önəm veririk. Uzun fəaliyyətlər sonrasında Güney Azərbaycan təşkilatlarının işbirliyi mərkəzini qura bildik ki, 9 təşkilatdan ibarət idi. Sonra oldu 8 təşkilat və sonra da müəyyən bildiyi səbəblərdən dolayı maalesef davam eləyə bilmədi. O böyük bir başarı idi bizim üçün. Amma ondan sonra demək olar ki, bizim gənə elə 4'lü, 5'li, 6'lı işbirliklərimiz hər zaman olubdu, davam eləyir və hala biz bu siyasi qüvvələrimizi birləşdirmə məsələsində fəaliyyətlərimizi davam eləyirik. Təbii ki, öz təşkilatı fəaliyyətlərimizin və media fəaliyyətlərimizin və lobiçilik fəaliyyətlərimizin yanı sıra və yurt içindəki hücrə necə deyirlər, hücrəsəl yapılanmamızın, yəni həstələr şəklində organize olmuş fəaliyyətlərimizin yanı sıra Təşkilatlar Birliyinə də çox böyük önəm veririk və onun üçün çalışmalarımızı davam edirik və müəyyən inşallah başarılar da sadəcə biz deyil, elə bütün bu şəraitin icabı ilə bütün birlikdə fəaliyyət elədiyimizin təşkilatların rəhbərlərinin, kadrlarının, sədrlərinin inisiyatifi ilə inşallah yaxşı nəticələrə də yetişəcəyik. İnşallah. Bu qədər yenə sualınız olsa mən xidmətinizdə varam. Bitirmədən buradan özəlliklə geçmiş dəbir və sözçümüz Sayın Davud bəy və Babək bəyə də təşəkkürlərimi bildirmək istəyirəm ki, geçmişdə həqiqətən bizə təşkilatımızın təsbitində böyük əməklər oldu. İndi də elə yanımızdadılar. Hakeza buradan Səid bəy Əzizini də Avropa təmsilçimiz olaraq gənə adını çəkib və necə deyirlər, zəhmətlərindən təşəkkürləmək istəyirəm. Bəli, çox sağ olun, təşəkkür edirəm ki, çox gözəl geniş halda bu məsələni açdınız və millətimizə informasiya verdiniz. Dostlar, mən uzun zaman hər hal təşkilatlarla əlaqəm olubdu. Bütün İranda olan siyasi təşkilatları yaxından izləmişəm və görmüşəm. Amma dirənişin mənə bir ayrı bir hissi olubdu. Və həqiqətən dirəniş mən ən sevdiyim təşkilatlardan biridir ki, ona həmişə istəmişəm dəstək verəm və elə çalışmışam ki, xidmətlərində də elə o nə cür deyim olan. İlk dəfə mən Babək bəy Çələbiyanı vasitəsilə bu təşkilatdan ilgidə oldum. Elə şükürlər olsun ki, hələ indiyə qədər çox yaxın əməkdaşlığımız olubdu. Əlimizdən gələn düzdür, mən bu təşkilatın üzvü deyiləm, düzdür. Amma elə özümü iftixarı bir üzv kimi orada bilirəm ki, bir dənə sıravi adam kimi hər hal bu təşkilatı dəstəkləyəm. Niyə istəyirəm bu təşkilatı dəstəkləyəm? Buna görə dəstəkləyəm ki, bunun metodları məni qane edici təşkilatlardan biridir. Mən az təşkilatda görürəm ki, mətbuatla çox əlaqədə olalar, ondan sonra kitabla maraqlanalar, kitab nəşr edələr, ondan mətbu nəşr edələr və kadrlarına təlim verələr, kadrların münsəcim halda təşkilat onların ixtiyarında öhdəlik qoya və bəzi məsələləri açıqlamıram ki, hər hal o təşkilatın daxili məsələsi olduğu üçün hər hal. Amma bu günləri xalqımızın bir dənə boşluq vardı və vəziyyət həqiqətən bu boşluq da təşkilatı boşluqdur. Dostlar, bizim millətimizin, xalqımızın içində bir dənə böhran təşkilatı vardı. Böhran təşkilatı budur ki, bir dənə diktator hakimiyyətdən biz həmişə onların
o təşkilatı şeytansazı eləyibdi və bir dənə şeytan kimi çalışıbdı göstərə. Ona görə xalqla İranda o böhran təşkilatı yaranıbdır. Bax, siz bu böhran təşkilatı necə aradan aparıb və xalqın